Aktiv kompüter istifadəçilərinin qarşısına ola bilməsi gibi problem çıxmasın. Tutaq ki, kompüter flash kartı daxil edirik. Flash kartı gördük. Baxın, flash kartda fayllar var. Vururuq. Buna baxırıq. Yəni fayllar görsənmir. Bu 88 bit bir şey göstərir. Yəni fayllarımız yoxdur. Videolarımız vardı burada. Videolar yoxdur. Bunun görünməyini təmin etmək üçün axtarışı CM'de yazırıq. Ekrana gələn pəncərəyə. Bundan sonra biz baxırıq bizim flash kartımızın adı necədir? Y. Y yazıb 2 nöqtə vururuq. Enter vururuq. İndi bu kodu yazırıq bura. Enter vururuq. Bax. Bu ad buraya gələnə kimi gözləyirik və bundan sonra çıxırıq buradan. Baxın. Həmin artıq fayllarımız görsəndi. İndi deyə bilərsiniz ki, bu fayllarımız niyə etmişdi? Windows Defender var. Onun haqqında mən video paylaşmışam. Windows Defender nədir? Windows Defender əgər flash kartda hər hansı bir qorxur, virus bu, ya nəsə kompüterin işinə bir problem yarada biləcək nəsə görürsə, dərhal oradakı olan faylları gizlədir. Bu yolla biz həmin faylları bərpa edirik və istifadə edirik.